Ramazan ayının gündəlik duaları imsak və iftar vaxtına keçməzdən öncə kanalımıza abunə olmağı unutmayın. Fevral ayının 24-ü Ramazan ayının 6-cı günüdür. Fevralın 24-də imsak vaxtı saat 05:57, iftar vaxtı isə saat 18:40-dadır. Ramazan ayının 6-cı gününün imsak duası belədir. İlahi, bugün sənə qarşı etdiyim günahlara görə məni rüsvay etmə. Məni intiqam qamçılarınla vurma. Bugün məni sənin qəzəbinə səbəb olan işlərdən uzaq et. Bəxşiş və nemətlərinə and verirəm. Ey rəğbət edənlərin rəğbətinin intihası. İftar duası isə belədir. İlahi, sənin üçün oruc tutdum. Verdiyin ruzi ilə iftarımı açıram və sənə təvəkkül edirəm. Orucumu qəbul et. Həqiqətən sən duaları eşidən və hər şeyi bilənsən. Ey geniş məğfirət sahibi, günahlarımı bağışla. Allah orucunuzu qəbul etsin.